Hamıya salam. Unreal Engine daxilində Blueprint proqramlaşdırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində massivlərin işləmə prinsipini öyrənəcəyik. Ümumiyyətcə massivlərin nə olduğunu, single variables, yəni tək dəyişənlərdən nə ilə fərqləndiyini, mühərrik daxilində massivlərin əsas funksiyalarını və bundan əlavə bir neçə praktiki nümunələrə sizlərlə baxacağıq. Və onu da nəzərinizə çatdırım ki, massiv dərsimiz böyük bir dərs olduğuna görə bu dərsimizi 2 dərsə keçəcəyik. Yəni massiv dərsimiz 2 hissədən ibarət olacaq. İlkin olaraq massivin nə olduğunu sizlərə izah edim. Ümumiyyətcə mühərrik daxilində dəyişənlərin işləmə prinsipini ətraflı olaraq sizlərə izah etmişdim. Və bildiyimiz kimi proqramlaşdırmada dəyişənlər bizim təyin etdiyimiz tipə məxsus olaraq yaddaşın ayrılmış xüsusi bir sahəsi sayılırdı və öz daxilində yalnız və yalnız təyin etdiyimiz tipə məxsus olaraq bir ədəd məlumat saxlaya bilirdi. Bu məlumat tipləri də təbii ki, müxtəlif olurdu. Lakin massivlərdə bu belə deyil. Massivlər də mühərrik daxilində adi dəyişənlər kimi təyin edilir. Lakin details bölümündə single variable deyil, array olaraq təyin edirik. Və massivi tək dəyişəndən əsas fərqləndirən cəhət bundan ibarətdir ki, massiv öz daxilində eyni tipli, n sayda məlumat saxlayan bir yaddaş sahəsidir. Burada niyə görə eyni tipli məlumatdan söhbət gedir? Çünki öz daxilində müxtəlif tipdə məlumat saxlayan dəyişənlərə massivlər deyil, strukturlar deyəcəyik və bu haqda ilərləyən dərslərdə ətraflı sizlərlə öyrənəcəyik. Lakin dediyimiz kimi eyni tipli öz daxilində n sayda məlumat saxlayan yaddaş sahəsi, buna massivlər deyəcəyik. Sadə dildə desək, təsəvvür edin, bizim bir qutumuz var, həmin qutu daxilində bir ədəd top yerləşdiririk. Bu topun özünə məxsus çəkisi, ölçüsü və s. digər xüsusiyyətləri ola bilər. Lakin bu qab daxilində yalnız və yalnız bir ədəd top saxlaya bilirik. Bu halda biz həmin bu qutuya tək dəyişənlər deyirik. Lakin fərz edək ki, həmin qutu daxilində eyni oxşar xüsusiyyətləri daşıyan n sayda, yəni istənilən sayda toplar olarsa, həmin bu qutuya biz massivlər deyəcəyik. Yəni dediyimiz kimi bu massiv daxilində bütün toplar eyni ölçüyə, eyni çəkiyə və eyni xüsusiyyətlərə malik olacaq. Lakin n sayda ola bilər. Mühərrik daxilində massivlərlə işləmək üçün istənilən klass redaktoru daxilinə keçid etməliyik. Bugünkü nümunədə Level Blueprint daxilindən istifadə edirəm və burada istənilən klass redaktoru daxilində olduğu kimi Variables bölümündə üstəgəl işarəsinə klik edirik və yeni bir ədəd dəyişən buraya əlavə etmiş oluruq. Dəyişənimizi istəyə uyğun olaraq adlandırırıq. Daha sonra həmin dəyişənimizin tipini buradan müəyyənləşdirə bilərik. Dəyişənimizin tipini də buradan müəyyənləşdirdikdən sonra Details bölümünə nəzər salsaq, hər bir dəyişənin tipinin qarşısında belə bir işarə görürük və buraya klik etdiyimiz zaman dəyişənlərimizi tək dəyişən kimi və yaxud da massiv kimi burada istifadə edə bilirik. Təbii ki, burada array adlı bölümü seçirik və artıq biz təyin etdiyimiz dəyişənimizi bu klass redaktoru daxilində massiv olaraq elan edirik və daha sonra nümunə olaraq eyni dəyişənin tək dəyişənini burada təyin edirəm və buradan da gördüyümüz kimi eyni tipli dəyişənimizin İki müxtəlif üsulda burada istifadə edə bilirik. Tək dəyişən olaraq və eyni tipli massiv olaraq burada istifadə edə bilirik. Və istənilən zaman redaktor daxilində istər massivləri, istərsə də tək dəyişənləri Details bölümündən istədiyimiz kimi buradan təyin edib istifadə edə bilirik. Və daha sonra Compile düyməsinə klik edirik. Dəyişənlər dərsindən bildiyimiz kimi həmin dəyişənimizin default dəyərini bu hissədə təyin edib istifadə edə bilirik. Lakin massivimizin default dəyərinə burada nəzər salsaq, artıq bizim burada dəyişənimiz tək bir ədəd qiymət deyil, istənilən dediyimiz kimi n sayda burada qiymətləri qəbul edir. Bunun üçün sadəcə olaraq burada default value bölümündə üstəgəl işarəsinə istənilən sayda klik edə bilərik və biz hər dəfə üstəgəl işarəsinə klik etdiyimiz anda massiv daxilinə yeni bir element əlavə etmiş olacağıq. Misal üçün fərz edək ki, massiv daxilinə 5 ədəd burada gördüyümüz kimi element əlavə etdik. Sol hissədə gördüyümüz həmin əlavə etdiyimiz elementlərin indeksləri sayılır. Sağ hissədə gördüyümüz bu hissə isə həmin massiv daxilindəki elementlərdən xəbər verir. Misal üçün uyğun olaraq bu elementləri bizim təyin etdiyimiz dəyişən tipinə uyğun olaraq qiymət mənimsədirəm. Massiv daxilindəki elementlərimizə qiymətləri mənimsətdikdən sonra indeksləşmə bölümünə fikir versək, birinci elementimiz 1-ə bərabər olduğu halda indeksi 0-dan başlayır. Çünki bildiyimiz kimi proqramlaşdırmada ümumiyyətcə 0-ın özü bir kəmiyyət sayılır və hər şey 0-dan başladığına görə massiv daxilində də indeksləşmə 0-dan başlayır.
Əksər tələbələrin tez-tez qarışdırdığı əsas məsələlərdən biri massiv daxilindəki indeks ilə element arasındakı fərqi qarışdırmaqları olur. Buradan da gördüyümüz kimi massiv daxilindəki hər bir elementin qarşısında uyğun indeks burada mövcud olur. Misal üçün, massiv daxilində 4-cü elementimiz 3-cü indeks sırasında dayanacaq deməkdir. İkinci elementimiz isə 1-ci indeksdə dayanacaq deməkdir. Bunu mütləq şəkildə yaddan çıxarmamaq lazımdır. Çünki massivlərlə işləyən zaman indeks ilə element arasındakı fərqi mütləq şəkildə bilmək vacibdir. Daha sonra buraya əlavə etdiyimiz hər bir elementin qarşısında belə bir işarə görürük və bu işarəyə klik etdiyimiz zaman 3 ədəd bizə seçim verilir. Bu seçimlər Insert, Delete və Duplicate adlı seçimlərdir. Insert düyməsini seçdiyimiz zaman burada həmin massiv elementinin bir indeks qarşısına bir ədəd element əlavə etmiş olacağıq. Gördüyümüz kimi. Yəni bizim burada elementlər arasında sıralamamız 1-dən 5-ə doğru gedirdisə, hal-hazırda 1-dən sonra 0-cı elementin burada Insert düyməsinə klik etdikdən sonra görmüş oluruq. Yəni buradan da belə başa düşürük ki, hər bir elementin qarşısında bu işarəyə klik edib Insert düyməsinə klik etdiyimiz zaman həmin elementin qarşısına bir ədəd element əlavə etmiş olacağıq. Daha sonra burada Delete adlı bölümü seçdiyimiz zaman təbii ki, həmin elementi massiv daxilindən silmiş olacağıq və müvafiq olaraq Duplicate adlı bölümü seçdiyimiz zaman həmin elementin kopyasını burada düzəltmiş olacağıq. Daha sonra ümumi default value bölümündə belə bir işarə görürük. Bu işarəyə klik etdiyimiz anda isə massiv daxilində mövcud olan bütün elementləri eyni anda silmiş olacağıq. Bu şəkildə. Bundan əlavə, istənilən klass redaktoru daxilində massivləri də dəyişənlərdə olduğu kimi set və get edib istifadə edə bilirik. Lakin burada vacib bir məqam ondan ibarətdir ki, massivlərin set növü çox nadir hallarda istifadə olunur. Əsasən massivin get növünü biz istifadə edəcəyik. Burada isə əsas məqsəd bundan ibarətdir ki, massiv dediyimiz kimi bir məlumat bazası sayılır, hansı ki eyni tipli öz daxilində n sayda dəyişənləri saxlayır. Məhz bu məlumat bazası ilə işləmək üçün biz həmin massivdən əksər hallarda məlumat oxumuş olacağıq. Məhz buna görə də massivin əsasən set növü deyil, get növü mühərrik daxilində geniş istifadə olunur. Lakin massiv daxilinə müxtəlif elementləri kənar funksiya və bloklarla əlavə edib və digər manipulyasiyaları massiv üzərində həyata keçirmək üçün növbəti dərsimizdə massivin əsas funksiyalarını sizlərlə öyrənmiş olacağıq. Ümumiyyətcə, bugünkü dərsimizdə massivlər haqqında sizə əsas anlayışları izah etdim. Massivlərin nə olduğunu, necə təyin edə biləcəyimizi, necə istifadə edə biləcəyimizi, bundan əlavə massiv daxilində indeks və element anlayışını və bir neçə digər funksionallıqları bugünkü dərsimizdə öyrənmiş olduq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.